Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Abşeron rayonunun Saray qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, Chevrolet Cruze markalı minik maşını yolu keçmək istəyən yeniyetmə oğlanları vurub. Hadisənin nəticəsində onlardan biri aldığı xəsarətlərdən xəstəxanada ölüb, digəri isə ağır vəziyyətdə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. Qəza yerinə hüquq mühafizə orqanları və təcili yardım əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Ölən şəxsə Allahdan rəhmət, yaralıya isə Allahdan şəfa diləyirik. Tovuz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Xəbər verilir ki, İnstitut rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Orta yaşlı kişi bıçaq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Zərər çəkən dərhal əməliyyat edilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.